Rəhman və Rəhim olan Allahın adıyla. Bəqərə surəsi 35-ci ayə. Əuzu billah, bismillah. Və bağlayıcı ilə və deməkdir. Qulnə, dedik biz, yə müraciətdir, ey Ədəmu, ey Adəm, yə Ədəmu, ey Adəm. Uskun, yəni qal, yaxud da sakin ol, yəni məskunlaş. Əntə, sən və bağlayıcı zəvcükə, sənin zövcən, buradakı kə səni bildirir. Əl-cənnə, yəni ki, cənnətdə. Və kulə və bağlayıcı, kulə, yəni əkəl feilidir, yəni yemək. Kulə burada 2 nəfərə aiddir, yəni yeyin, ikiniz yeyin. Minhə, yəni mindandan şəkilçisi, hə də o, yəni oradan. Və ikiniz yeyin oradan. Rağədən, yəni bol-bol. Haythu, haythu burada yəni qeyd olunub ki, kimi gedir, amma yəni harada, belə də demək olar, harada. Şiitumə, yəni istədiyiniz yerdən, hardan ki istəyirsiniz, belə də deyə bilərik. İstədiyiniz kimi də deyə bilərik. Haythu şiitumə sözünü. Vələ və bağlayıcı, burada və yoxsa da ola bilər, halbuki də ola bilər və yaxud da və kimi. Lə inkar deməkdir. Təqrəbə, təqrəbə nə deməkdir? Qarubə sözü kökü qarubədir, yəni yaxın, necə ki qohum əqrəba sözü biz deyirik, yəni qohum əqrəba qaruba feilindəndir, yəni yaxın olmaq, yəni yaxınlaşmaq. Burada isə təqrəbə tə hərfinə gəldiyinə görə burada sizi bildirir, yəni yaxınlaşmayın. Təqrəbə və yaxınlaşmayın. Həzihi, yəni o, yəni ya da bu işarə əvəzli. Şəcərə, şəcərə qadın cinsi olduğuna görə burada da həzihi, nəinki həzə gedib. Çünki təmərbutəsi var, yəni qrammatika biləcək. Yəni həzihi şəcərə, yəni bu ağaca. Fətəkunə, fə elə isə yoxsa, təkunə, yəni burada kun fəyəkun sözü var, ol desə olar. Kun sözü yəni olmaq. Və təkunə olarsınız. Mindan şəkilçisi zalimin, yəni zalimlar. Yəni zalimlardan olarsınız. Ümumi tərcümə isə belədir. Belə desək daha gözəl olar. Biz dedik, ey Adəm, sən öz zövcənlə bu bağda, bu cənnətdə sakin ol və hər ikiniz istədiyiniz yerdən, yaxud istədiyiniz kimi oradakı meyvələrdən bol-bol yeyin. Yalnız bu ağaca yaxın gəlməyin, yoxsa özünüzə zülm edənlərdən olacaqsınız. Quran dilində şəcər təkcə ağac yox, həm də buta deməkdir. Məsələn, Quranda üstündə 2 yarpaqlı bir buta bitirdik. Əgər rəvayətlərdə və təfsirlərdə bu ayəni şəcər sözünün buğdaya işarə olduğunu oxusanız, etiraz etməyə yer yoxdur. Cənnət dünya bağlarına, belə deyək, cənnət dünya bağlarına da deyilir. Qələm surəsinin 17-ci ayəsində oxuyuruq. Biz cənnət, yəni bağ sahiblərini imtihana çəkdik. Quranın digər ayələrindən və rəvayətlərindən məlum olur ki, Adəmin sakin olduğu cənnət vəd olunmuş cənnət olmamışdır. Çünki birinci onu qeyd edək ki, vəd olunmuş cənnət mükafatdır. Adəm əleyhissalam bir iş görməmişdir ki, ona mükafat veriləydi. İkinci budur ki, behiştə daxil olan kəs bir daha oradan çıxmır. Üçüncü budur ki, həmin behiştə
qadağa, vəzifə yoxdur. Halbuki Adəm əleyhissalama hansısa ağacdan istifadə etmək qadağan edilmişdir. Bundan əlavə, Əhl-i-Beyt rəvayətlərində də nəql olunur ki, Adəmin olduğu behişt vəd olunmuş behişt olmamışdır. Adəm əleyhissalama edilən qadağa vəzifə qadağası deyildi. Ona görə də bu qadağanın pozulması haram sayılmırdı. Bu qadağada məqsəd tövsiyə və yol göstərilməsi idi. Bildirişlər. Birinci bildiriş odur ki, məskəndə qadın kişiyə tabedir. Əntə və zəvcükə. İkinci bildiriş budur ki, bir şəxsi pis işdən çəkindirmək, yəni bir şəxsi pis işdən çəkindirmək istədikdə tərbiyə şivəsində əvvəlcə doğru yola çağırın, sonra qadağa qoyun. Bu, ayədə də əvvəlcə cənnətdə qalmaq çağırışı, sonra isə qadağa bəyan olunur. Üçüncü bildiriş isə budur ki, günaha yaxınlaşmaq günahın qucağına düşmək səbəbidir. Lə təqrabə fətəkunə. Dördüncü bildiriş isə budur ki, ilahi yoldan çıxmaq insanın özünə zülmüdür. Fətəkunə minəz-zalimin. Adəm əleyhissalam və onun zövcəsi tövbə üçün dedilər, özümüzə zülm etdik. Və sonda bunu qeyd etmək istəyirik ki, peyğəmbərlərin ismət sahibi, günahsız olması bunu göstərir ki, bu məqamda zikr olunan zülm, günah yox, tərk-i övla, yəni yaxşı bir işin tərki idi. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.